Salam. Bugün biz Trial of Org in Acute Stroke Treatment sözlərinin baş hərflərinin birləşməsindən ibarət olan TOAST barədə danışırıq. TOAST, işemik insultların etioloji klassifikasiyasıdır və klinik praktikada hələ də ən çox istifadə olunan sistemlərdən biridir. İngilisindən tərcümədə sadəcə olaraq kəskin insultun müalicəsində sınaq 10172 nömrəli sınaq. Və bu klassifikasiya niyə vacibdir? İlk növbədə müalicəni yönləndirir, ən kritik məqamdır. TOAST-a görə insultun səbəbini bilmək düzgün ikincili profilaktika seçimi deməkdir və xəstəni növbəti daha sarsıdıcı insultlardan qoruyur. İkinci əhəmiyyətli məqam təkrar insult riskini proqnozlaşdırır. Məsələn, kardioembolik insultlar daha yüksək erkən residiv riskə malikdir. Lakunar insultlar isə daha stabil gedişlidir. Üçüncü məqam kliniki və elmi standartlaşdırmadır. TOAST kliniki standartlarda bütün dünya həkimləri arasında vahid dil yaradır və təlimatların əsasını təşkil edir. Dördüncü məqam odur ki, diaqnostik yanaşmanı sistemləşdirir. TOAST həkimləri məcbur edir ki, damarları, ürəyi, digər səbəbləri sistematik yoxlasın. Amma axı TOAST-dan qabaq bu insult nə deməkdir axı? Hər hansı bir predmeti öyrənməyə başladıqda, onun haqqında danışdıqda, ilk növbədə terminlərin nə məna verdiyinə baxmaq lazımdır. Şefi kardeş, benim işim üç hisseden esas, üç hisseden ibaret. Birincisi İnsult barədə ümumi məlumat vermək. Bizim başımı duvara, dedin da. Dedin da. amanım ne oldu size? Onu dibise. Atamın göğrü atma onu dibise. Şefi kardeş sözüm yarımçılık kaldı be. Koymuşsan ki, nuhtasını koyun ki. Hə, düzdür, insult barədə çox danışılıb. Elə bu kanalda da video var. Amma düşünürəm ki, insult barədə ümumi danışmasam, sözüm yarımçıq qalır. Düşünürəm ki, ən yaxşı termin, ən yaxşı daha doğrusu tərif bu olardı. İnsult baş beyin, onurğa beyni və ya gözün torlu qişasının, qan dövranının qəfil pozulması nəticəsində yaranan nevroloji funksiyanın lokal və ya qlobal itkisi olub, simptomlar 24 saatdan uzun davam edir və ya ölümə səbəb olur. Bəli, yanlış eşitmədiniz. Gözün də insultu var və hətta deyirik ki, onun 4 növü var. Retinal arteriya okluziyası, retinal vena okluziyası, arteritik anterior işemik optik nevropatiya və qeyri-arteritik anterior işemik optik nevropatiya kimi sırf profesional terminlər. İndi tutaq ki, bu uğurlu bir tərifdir. Bəs mənası, açıqlaması nədir? Qəfil başlanğıc, simptomlar saatlar ərzində və ya bir neçə dəqiqə və ya bir saat ərzində ortaya çıxır. Fokal və ya qlobal nevroloji itki, defisit. Məsələn, sağ tərəfli hemiparez. Bu fokal, yəni lokal bir itkidir. Amma huşun pisləşməsi, emməsi bu qlobal itkidir. Müddət. Simptomlar 24 saatdan uzun davam edir. Əks halda tranzitor işemik hücum sayılır. Amma məsələ burasındadır ki, 2026-cı il AHA təlimatlarında artıq bu time-based definition, yəni zaman əsasında təyinə baxılaraq, əgər görüntüləmə müayinəsində dəyişiklik varsa, artıq zaman müddəti hətta 24 saat olmasa da belə, daha doğrusu zaman 24 saat davam etməsə də belə, simptomlardan asılı olmayaraq insult diaqnozu təyin edilə bilir. Bu o deməkdir ki, toxuma əsaslı təyin artıq zaman əsaslı təyindən daha üstündür. Patofiziologiya, qan dövranının kəsilməsi.
İşemik insultda tromb, emboliya, arterial stenoz, yəni daralma beyin toxumasını oksigensiz və glukozasız saxlayır. Hemorragik insult, damarın cırılması. Bu zaman qan beyin toxumasına sızır və həm qan beyin toxumasına damardan kənara çıxan qan artıq toksiki təsir göstərir, həm də artıq qanın beyindən getməsi pozulur. Yaxşı, bəs insult nədən yaranır? Risk faktorları nədir? Ümumiyyətlə, inkişaf etmiş səhiyyə sisteminin göstəricilərindən biri də inteqrasiya edilmiş insult mərkəzləri sisteminin mövcud olmasıdır. Bizdə bu proses artıq başlamışdır. Sürəti barədə bir söz təəssüf ki, deyə bilmərəm, amma hələ ki, necə deyərlər, proses gedir. Bu slaydda isə mən sadəcə bir fantaziya edərək Azərbaycan insult mərkəzləri barəsində öz düşüncələrimi bölüşürəm. Birinci səviyyə təxminən 10 mərkəz, ikinci səviyyə təxminən 3 mərkəz və hər iki mərkəzin mövcud olduğu Naxçıvan. Əlbəttə, bu slayd barəsində çox danışmaq o qədər də uyğun deyil, çünki bu bir fantaziyadır, bir xəyaldır. Ürüp. Ve neyse böyle riskli şeyleri ya da salmayak. Kişinin ruhu şad olsun. Sistem və təşkilati məsələləri kənara qoyaq və insultun risk faktorlarına baxaq, görək biz özümüz üçün və ya qohumlarımız üçün, əzizlərimiz üçün nəyi dəyişə bilərik? Təəssüf ki, bir qrup amillər var ki, onlar heç cürə dəyişilə bilməz, modifikasiya edilə bilməyən faktorlardır. Onlardan ən güclüsü, ən pisi keçirilmiş insult və ya tranzitor işemik hücumdur. Çünki bu o deməkdir ki, artıq damarda, ürək damar sistemində müəyyən irəliləmiş dəyişikliklər var. Və ona görə də bu güclü amildir. Yaş böyük əhəmiyyət daşıyır. Hər 10 illikdə insult riski artır. Xüsusilə 55 yaşdan sonra insult riski yüksəlir. Cinsiyyət nöqteyi nəzərindən yanaşdıqda kişilərdə insult ehtimalı daha yüksəkdir. Lakin qadınlarda insult ehtimalına az olmasına baxmayaraq ölüm faizi təəssüf ki, daha çoxdur. Genetik və irsi meyllər təbii ki, ailə tarixçəsində insult, infarkt və ya digər damar xəstəlikləri olanlarda bu risk yüksəlir və bəzi etnik mənsubiyyət də insultda rol oynayır. Bir sıra faktorlar var ki, onlar ya qismən modifikasiya edilə bilər və yaxud tamamilə modifikasiya edilə bilər. Qismən modifikasiya edilə bilən, dəyişilə bilən dedikdə o amillərdir ki, onlar tamamilə aradan qaldırıla bilmir müalicə nəticəsində və yaxud hər hansı bir akt nəticəsində. Sadəcə onları kifayət qədər nəzarət altına alıb və uğurlu nəticələr əldə etmək mümkündür. Bunlardan ən böyük risk faktoru arterial hipertenziyadır. Və arterial hipertenziya həm işemik, həm hemorragik insult üçün bir nömrəli risk faktoru sayıla bilir. Eyni zamanda şəkərli diabet damar divarlarını zədələyərək mikro və makroangiopatiya səbəb olaraq insultda mühüm rol oynayır. Və dislipidemiya bu aterosklerozun inkişafında həlledici rol oynadığı üçün bu bəd üçlük, bu zalım üçlük, arterial hipertenziya, şəkərli diabet və dislipidemiya insultların, xüsusilə işemik insultların yaranmasında böyük rol oynayır. Amma xoş xəbər odur ki, əslində düzgün yanaşılsa və nəzarət edilsə, xeyli dərəcədə bu riski azaltmaq mümkündür. Obstruktiv yuxu apnoesi adətən yaddan çıxan tibb işçiləri və adi insanlar tərəfindən də o qədər də nəzərə alınmayan bir faktordur, amma bu problemin özünün demək olar ki, metabolik sindrom, şəkərli diabet, arterial hipertenziya ilə çox güclü əlaqəsi var və bunun hesabına insult üçün mühüm rol oynayır. Xroniki böyrək xəstəliyi və hiperkoagulyasiya yaxşı idarə edilməlidir ki, insult riski, damar xəstəlikləri riski azalsın. Nisbətən daha yaxşı modifikasiya edilə bilən, yəni insanın tam özündən asılı olan bütün məlumatlarının istifadə olunmaması, fiziki passivlikdən yayınmaq, sağlam qidalanmaya üstünlük vermək, alkohol və digər toksinlərdən imtina etmək bura aiddir. Həmçinin modifikasiya edilə bilən bir amil kimi xroniki stressdən qaçınmaq da məsləhət görülür, amma reallıq odur ki,
Stresdən qaçmağı demək asandır, amma praktikada, həyatda onu həyata keçirmək çox çətindir. İstənilən halda bu modifikasiya edilə bilən amilləri idarə etməklə təxminən insult 80% hallarda qarşısı alınmaması mümkün olan bir prosesdir. Beləliklə, tost xəstəyə müayinələrinə sistemli diaqnostik yanaşmanı tələb edir. Bu, o deməkdir ki, xəstə qəbul olduqda insulta şübhə varsa, gələn kimi onda vital funksiyalar yoxlanılır, ABC prinsiplərinə uyğun olaraq hava yolu, tənəffüs, qan dövranı çox qısa zaman ərzində kapilyar qanda qlükozu da yoxlanmalıdır və vital funksiyalar ehtiyac varsa stabilizasiya aparılmalıdır və dərhal NIHSS şkalası hesabına xəstədə huşun səviyyəsi və nevroloji defisitlər müəyyən edilməlidir. Qan analizləri paralel aparılmaqla və gecikdirilmədən kontrastsız kompüter tomografik müayinə aparılmalıdır və bu müayinə, kontrastsız kompüter tomografik müayinə faktiki olaraq qərar vermək üçün ilkin baryer, ilkin sədddir. Çünki burada artıq insult şübhəsi olan şəxsdə hemoragik insultun olub-olmaması, başqa sözlə baş beyində qan axmanın olub-olmaması müəyyən edilir. Vacib bir nüans odur ki, kompüter tomografik müayinədən sonra mütləq dinamikanı qiymətləndirmək üçün NIHS üzrə təkrar yoxlama aparılır. Müalicə qərarı qəbul edilir, artıq xəstə stabildir, hemoragik insult inkar olunub, müalicə edib etməmək barədə, yəni vena daxili tromboliz və ya endovaskulyar trombektomiya haqqında artıq qərar verilib, icra edilir və yalnız bundan sonra tost üzrə tələb olunur ki, təsnifat aparılsın. Yəni tostun özünün prinsipi treat first, classify later. Əvvəl müalicə et, sonra təsnifata böl. İnsult müayinələrində sistemli diaqnostik yanaşmanı 4P qaydası kimi təsvir etmək mümkündür. 1. Palp, özək, beyin toxuması və ya beyin parenximası. Bunun üçün bu müayinələr kompüter tomografik və MRT müayinələridir və burada beyin toxumasının özündə işemik dəyişiklikləri görmək üçün istifadə olunur. 2. Pipes, borular. Burada damar sistemi nəzərdə tutulur, magistral və periferik damarlar, həmçinin kompüter tomografik angiografiya, maqnit rezonans angiografiya və Doppler müayinəsi hesabına qiymətləndirilir. 3-cü qrup, pump, pompa, nasos, yəni ürək fəaliyyətinin yoxlanması. Burada EKG, ekokardiografiya və digər müayinələr tətbiq edilir. 4-cü qrup, plazma, qan analizləri və koagulogrammada daxil olmaqla müxtəlif müayinələr tətbiq edilir. Tost təsnifatının başlanması üçün ideal vaxt ilk 24-48 saat sayılır. Bu zaman artıq xəstə stabilləşdirilib, hemoragi insult təbii ki, inkar olunub və lazım olan müalicə tədbirləri aparılır. Xəstə monitorinqdədir, vital funksiyaları nəzarət olunur. Bu halda artıq işemik insultun səbəbi müəyyənləşdirilməlidir. Gələcək müalicə tədbirləri və gələcək profilaktik tədbirləri müəyyən etmək məqsədi ilə. Tost təsnifatına görə işemik insultlar 5 böyük bir qrupa ayrılır. Tost 1, iri arteriya aterosklerozudur. Bu zaman ya arteriyanın özündə tromboz yaranır, aterotromboz yaranır və ya daha iri arteriyadan nisbətən daha kiçik arteriyaya emboliya qeyd olunur. İkinci qrup tost 2 kardioembolizm hallarıdır. Bu zaman problem ürəkdən gedən, damarlara gedən, beyinə gedən, damarlara gedən embollarla bağlıdır. Üçüncü qrup nəzarət edilməyən arterial hipertenziya və nəzarət edilməyən şəkərli diabetlə əlaqədar yaranan mikroangiopatiya səbəbi ilə kiçik damar xəstəliyi, kiçik damar okluziyasıdır. Bu da təxminən bütün işemik insultların 1/4-ni təşkil edir. Dördüncü qrup 5-10% olmaqla digər müəyyən edilmiş səbəblər kimi ayırt edilir. TOS 4, bura disseksiya, digər irsi səbəblər, vaskulitlər aiddir. 5-ci qrup isə bütün müayinələrə baxmayaraq
naməlum səbəbli insultlar aiddir. Toast 1. İri arteriya aterosklerozu, makroangiopatiya. Bu zaman anatomik olarak MRT kompüter tomografik müayinəsində kortikal və ya subkortikal olmaqla 1,5 cm ölçüsündən böyük ocaq təyin edilir. Buna səbəb adətən hesab olunur ki, 50%-dən yuxarı olan stenoz okkluziya var və həmin stenoz okkluziya daha sonra aterotromboz olmaqla və yaxud emboliya olmaqla, başqa sözlə plak cırılmaqla üzərində tromb yaranaraq qan dövranı kəsilir və yaxud həmin plakdan bir parça cırılıb qopmaqla başqa kiçik damara keçərək orada embol şəklində qapayaraq və trombu yaradaraq nəticədə işemik insulta səbəb olur. Və hesab olunur ki, TOS 1-də potensial kardioembolik mənbə qeyd edilmir. Sən nə həyasız adamsan ha? Mən çox həyasız, sırtıq setlər görmüşdüm. Sənin kimi sürtülmüşün görməmişdim. Əslində TOS 1 kateqoriyası üçün 50% və daha çox okkluziya əvvəllər bir aksiyoma sayılırdı. Yəni hesab olunurdu ki, mexaniki olaraq okkluziya 50%-dən yüksəkdirsə, o halda artıq kardioembolik və digər səbəblər yoxdursa, bu halda artıq okkluziya hesabına bu ateroma ölçüsünün böyük olması o deməkdir ki, oradan aterotromboz və yaxud emboliya mümkündür. Lakin irəliləmiş görüntüləmə müayinələri göstərdi ki, ateromanın əslində ölçüsü yox, onun qeyri-stabilliyi mühüm əhəmiyyət daşıyır və bəzi kiçik, belə deyək, obrazlı desək, həyasız plaklar qeyri-stabil olaraq hətta 30% okkluziya olsa belə, kiçik okkluziyalarda belə aterotromboz və ya emboliyaya səbəb ola bilir. Bugünlük bu qədər. Toast ilə bağlı mövzunu davam edəcək. Sağ olun. Bir tuş! Dur! Dedim çok iş